Salam, hər vaxtınız xeyir. Bu gündən test toplusu feil testlərinin izahına başlayırıq. Birinci sual feilin quruluş növləri. Birinci sualda nə soruşur? Sadə feillər cərgəsini müəyyən edin. Əymək sözü sadə feildir. Sözün kökü əydir. Maq-mək məstər şəhidsidir. Göndərmək sözün kökü göndərdir. Maq-mək məstər şəhidsidir. Qrammatik şəhidsidir. Qrammatik şəhidçi sözün quruluşuna təsir etmir. Sözün quruluşunu dəyişən leksik şəhidsidir. Ona görə də göndərmək sözü sadə sözdür. Çalışmaq sözün kökü də çalışdır. Doğru cavab A variantı. Sadə feillər cərgəsini müəyyən edin. A bəndinə baxırıq. Alçalmaq sözündə sözün kökü alçaldır. Alça deyil, alçaldır. Barışmaq sözün kökü barış. Yarışmaq sözün kökü isə yarışdır. Deməli doğru cavab A variantıdır. Hansı cümlədə feildən düzələn feil işlənmişdir? O bu görüşdə xeyli şadlandı. Feil burada şadlandıdır. Sözün kökü şaddır. Şad necə? Şad. Bu sözün kökü şad sifətidir. Amma bizə feildən düzələn feili deyir tapın. Arif bu barədə heç fikirləşməmişdi. Sözün kökü fikirdir. Fikirdən fikirləş. Kəndin kənarında qoyunlar mələşirdi. Mələşirdi sözün kökü mələmək. Mələmək sözündən mələşmək sözü yaranmışdır. Doğru cavab C variantı. Səkinəni görəndə, andəndə feili bağlamadı. Sözü sadə sözdür. Ağarma ağ sifətindən ağarmaq feili yaranmışdır. Gözümdə saralır sümbülün dəni. Saralmaq sözün kökü isə saraldı. Doğru cavab C bəndi. Mələşmək sözüdür. Hansı sırada feildən düzəlmiş feillərdən ibarətdir? Hansı sıra feildən düzəlmiş feillərdən ibarətdir? Ağarmaq sözünün kökü ağ sifətidir. Və bizə feildən düzələn feilləri deyir tap. Ağarmaq, azalmaq. Azalmaq sözün kökü isə az sayıdır. B bəndinə baxırıq. Gizləmək sadə sözdür. Sözləşmək sözünün kökü isə söz ismidir. Bozarmaq, boz sifəti, başlanmaq, başlamaq feilindən başlanmaq feili yaranmışdır. Biri feildən düzəlmiş feildir, biri yox, biri sifətdən yaranmışdır. Yazılmaq və tutturmaq sözlərinə baxsaq, sözün kökü yazmaqdır. Il, ın, ış, dır şəkilləri və bir də t şəkilçisi feil düzəldən şəkilçidir. Burada il şəkilçisi sözün kökü yaz ismi ola bilməz. Çünki il şəkilçisi feildən feil düzəldən şəkilçidir. Yazılmaq, tutturmaq sözündə isə tutmaq sözündən tutturmaq. Il, ın, ış, dır, t şəkilçiləri feildən feil düzəldən şəkilçidir. Hallanmaq sözündə isə sözün kökü hal ismidir. Hirslənmək sözünün kökündə isə hirs ismidir sözün kökü. Doğru cavab D bəndi. Hansı cərgə isimdən düzəlmiş feillərdən ibarətdir? Qızarmaq sözü sadə sözdür. Saralmaq sözü isə sadə sözdür. Belləmək sözü. Qızarmaq sözün kökü qız sözü ola bilməz. Sözün kökü qızardır. Belləmək sözündə isə sözün kökü bel ismidir. İsimdən düzəlmiş feillərdən bel ismindən belləmək, ruh ismindən ruhlanmaq. Doğru cavab B bəndi. Yollanmaq sözünün kökü yol, yoldan yollama, yollamaqdan yollama. Feildən yaranmış feildir. Göyərmək sözünün kökü isə göy sifətidir. Necə göy? Göydən göy, göyərmək ismi yaranmışdır. Düzəlmək sözünün kökü isə düz sifətidir. Düz sifətindən düzəlmək sözü yaranmışdır. Genəlmək sözünün kökü isə gen. Necə? Gen. Gen sifətindən genəlmək sözü yaranmışdır. Görüşmək və çağırmaq sözünün kökü isə görmək sözündən görüşmək, feildən feil yaranmışdır. Çağırmaq sözü isə sadə sözdür. Doğru cavab B bəndi. Belləmək və ruhlanmaq sözüdür. Sifətdən düzəlmiş feillər cərgəsini müəyyən edin. Sifətdən düzələn feilləri yazışmaq sözünün kökü yazmaqdır. Il, ın, ış, dır, t şəkilləri feildən feil yaradan sözlər. Bizdə isə sifətdən düzəlmiş feillər deyil. Tutulmaq sözünün kökü isə tutmaq feilidir. Bozarmaq sözünün kökü boz sifətidir. Açıqlamaq sözünün kökü açdır. Açdır. Açıq, açdan açıq. Açıq necə? Sifət. Açıq sözündən isə açıqlama. Deməli, sifətdən yaranmış feildir. Açıq necə? Açıqlamaq nə etmək? Açıqlamaq. Deməli, sifətdən, yəni sifətdən feil yaranmışdır. Bozarmaq sözünün kökü isə boz sifətidir. Bu sifətdən feil yaranmışdır. Doğru cavab B bəndi. Yuxulamaq sözünün kökü yuxudur. Yuxudan yuxula isimdən feil yaranır. Yaşlanmaq sözünün kökü isə yaş
ismidir. Yaşdan yaşlanmaq feili yaranmışdır. Kədərlənmək sözün kökü kədər ismidir. Kədərlənmək ismindən feil yaranmışdır. Üzləmək feilinin kökü isə üz ismidir. Üzdən üzləmək. Şübhələnmək sözün kökü şübhə idi. Şübhə sözündən şübhələnmək. Hesab sözündən isə hesablaşmaq yaranmışdır. Doğru cavab bozarmaq və açıqlamaq. Bozarmaq sözü boz sifətindən, açıqlamaq feili isə açıq sifətindən yaranmışdır. Sadə feillərdən ibarət cərgəni müəyyən edin. Söyləmək. Söyləmək sadədir. Sözün kökü söy ola bilməz. Söyləmək sadə. Başlamaq isə sözü düzəltmədir. Sözün kökü başdır. Nədənsə başlayırsan ki, başlamaq olur. Səsləmək sözün kökü səsdir. Bələmək sadə sözdür. Gizləmək sadə sözdür. Burada başlamaq və səsləmək sözləri sadə feillər cərgəsini pozur. İşləmək və tuşlamaq, gizləmək. İşləmək sözün kökü işdir. Burada düzəltmək işdir. Söyləmək, saxlamaq, dinləmək, bələmək. Söyləmək sadə, saxlamaq sadə, dinləmək sadə, bələmək sadə sözdür, gizləmək sadə sözdür. Doğru cavab C variantı. Gözləmək, gözlə, düzəltmə, saxla sadə, dinlə sadə, bəslə sadə, bələ sadə. Burada gözləmək sözü qaydanı pozur. İzləmək, izdən izləmək. Burada da izləmək düzəltmə sözdür. 8-ci suala baxırıq. Rəqəmlərdə çoxalmaq və azalmaq, cisimlərdə genəlmək və sıxılmaq qanuni haldır. Hansı sözlər başqa nitq hissəsindən düzəlmişdir? Yəni feildən başqa. Yəni kökü feil olmasın. Çoxalmaq və azalmaq sözü. Sözün kökü çox və az sayıdır. Az sayı ilə azalmaq, çox sayı ilə çoxalmaq. 1, 2. 1-2. Cisimlərdə genəlmək və sıxılmaq. Genəlmək sözü isə gen sifətindən yaranmışdır. Deməli 1, 2, 3 başqa nitq hissəsindən yaranmış sözdür. Sıxılmaq isə feilin özündən yaranmış sözdür. Atılıb düşmək, yazıb pozmaq, gəlib getmək əks mənalı sözlərin, yəni antonim feillərin birləşməsi ilə yaranmışdır. Nümunələrin birində feil kök, bir leksik, bir qrammatik sxeminə uyğundur. O əsəri bitirdi. Bax, diqqətlə qulaq assaq görərik ki, sözün kökü bitmək feilidir. Bitmək feilindən bitirmək sözü yaranır. Bitirmək feilindən bitirdi, şuhudi keçmiş zamanda olan feildir. Deməli, sözün kökü bitmək, bitmək sözündən bitirmək sözündən isə bitirdi. Nə etdi? Bitirdi. Sözün kök, leksik və qrammatik şəhidçidən ibarət. At suyu azgözlüklə içir idi. İçmək feilindən içir. Burada irdən sonra maq şəhidçisi artırmaq mümkün olmadığına görə zaman şəhidçisi idi hissəciyinin qısadılmış formasıdır. Burada doğru cavab A variantıdır. Yenə uzaqlara köçürsən. Köçdən, köçür isən. Burada isə sözün kökü köçmək, köçürməkdən köçür isən, yenə uzaqlara köçürsən. Burada zaman şəhidçisi, sa hissəci, xəbərli şəhidçidir. Deyəsən səhərlər qaçırsan, qaçmaq, qaçır isən. Burada zaman, sa hissəcik, xəbərli şəhidçidir. Atam tez-tez səfərə çıxır idi. Çıxmaq sözün kökü zaman şəhidçisi, şuhudu keçmək. O əsəri bitirdi. Bitirmək feilindən bitirdi. Sözün kökü bitmək, bitirmək leksik şəhidçi, zaman şəhidçi, hissəcikdir. Zaman yox, zaman şəhidçisidir. Bitirdi. Burada doğru cavab o əsəri bitirdi. Leksik şəhidçidir, zaman şəhidçisidir. İdi hissəci deyil. Çünki bu leksik şəhidçidən sonra artırılmışdır. Düzəltmə feillər sırasını müəyyən edin. Duzlamaq feildir, düzəltmədir. Dağılmaq isə sadə sözdür. Gülmək feilindən gülümsəmək düzəltmədir. Köçürmək, burada dağılmaq sadə sözdür, ona görə tabi olmur. Köçürmək, sildirmək, danışmaq. Biz köçürmək sözün köküdür. Sözün kökü köçdür. Köçüdən köçürmək, leksik şəhidçidir. Silmək, sildirmək. Silmək sözündən sildirmək. Danışmaq isə sadə sözdür. Qışqırmaq sadə sözdür. Söndürmək düzəltmə, alçalmaq sadə, gülüşmək düzəltmə. Aşmaq feilindən aşırmaq, susmaq feilindən susturmaq, oturmaq feilindən oturtmaq.
Doğru cavab E variantı. Hər üçü düzəltmə feildir. Bozarmaq düzəltmə feildir. Yaşdan yaşarmaq düzəltmə, dinləmək sadə. Oxumaq sözündən oxutmaq, aparmaq sadə, görmək feilindən görüşmək, yazmaq feilindən yazışmaq, gəlmək sadə, yatmaq feilindən yatırmaq, uçmaq feilindən uçurmaq, artırmaq düzəltmə, yoxlamaq, yoxlatmaq, axtarmaq sadə. Doğru cavab D bəndi. Yatmaqdan yatırmaq, uçmaqdan uçurmaq, artmaqdan artırmaq. Doğru cavab D bəndi. 13. Hansı cümlədə sadə feil işlənmişdir? Maşını saxlayıb fikirlərini anlada bilmişdir. Hansı cümlədə sadə feil işlənmişdir? Burada fərqi yoxdur. Təsriflənən də ola bilər, təsriflənməyən. Bizdən feili soruşur. Saxlamaq sözün kökü elə saxladı. Doğru, biri götürürük, amma anlada bilmək mürəkkəbdir. Gülzar sevinclə atılıb düşür, mürəkkəb, deyib gülürdü, mürəkkəb. Elanı oxuyanlar təşəkkür etdilər. Elanı oxuyanlar, oxu sözün kökü, an, feil sifət, lar cəm şəhidsi. Deməli, burada oxuyanlar sadə sözdür. Təşəkkür etmək mürəkkəbdir. 3-ü götürürük, 1-i götürürük. Mərkəzdən təşrif buyurmaq mürəkkəb, bizimlə tanış olmaq mürəkkəb. Onu anladıqca anlamaq isə sadə sözdür. Deməli, doğru cavab 1, 3, 5. 14. Hansı cümlədə altından xətt çəkilmiş ifadə mürəkkəb feil deyil? Mən bu kəndi alınmaz qala bilirəm. Nə bilirəm? Qala bilirəm. Burada qala bilmək yox, yəni bu qaladan söhbət gedir, adi qaladan söhbət gedir. Mən bu kəndi alınmaz qala bilirəm. Nə bilirəm? Qala bilirəm. Burada xətt çəkilmiş ifadə mürəkkəb feil deyil. Deməli, biri götürürük. Yurdun hər gün istədiyinin qədər qala bilərəm. Burada isə qala bilməkdən söhbət gedir. Ona görə də qala bilmək mürəkkəbdir. Ömrünün hər günü şeir qoşa-qoşa qoşmaq. Nə etmək? Qoşmaq. Burada sözün kökü burada diqqətlə fikir versək, qoş, nə et? Qoş. Qoşmaqdan söhbət getdiyi üçün qoşa burada sözün deməli məzmununda hərəkət anlayışı olduğuna görə biz bunu qoşa-qoşa feil kimi götürürük. Mürəkkəb feil kimi götürürük. Biri götürürük. Atlar çəmənlikdə qoşa-qoşa. Burada məzmunda isə hərəkət anlayışı olmadığına görə burada biz bunu zərf kimi götürürük. Deməli, burada mürəkkəb feil kimi götürmürük. 1, 4. Yayda bu romanı dönə-dönə oxumuşam. Dönə-dönə. Yəni, dönərək deyə bilmərik ki, amma dəfələrlə sözünü əvəz etsək görərik ki, burada dönə-dönə zərfdir. Deməli, doğru cavab 1, 4, 5. 1, 4, 5. O geriyə dönə-dönə, yəni dönərək. A olanda onu araq şəhidsinə əvəz edəndə müəyyənləşdirmək olur. Dönə-dönə necə hərəkəti nizamlamağa çalışır? Dönərək. Yəni, burada məzmunda dönmək feili var. Doğru cavab 1, 4, 5. 2 leksik şəhidsi olan feilləri müəyyən edin. Darandım. Dara sözün kökü, daranı leksik şəhidsidir. D zaman şəhidsi, M xəbərli şəhidsi. Deməli ki, qrammatik bir leksik şəhidsi var. Yandırıldı sözün kökü yanmaq, yandırmaq, yandırılmaq. 2 leksik, bir qrammatik. 2 leksik olan feilləri müəyyən edin. 2-ni götürürük. Bağlandı, bağlanıb. Bağ sözün kökü, bağlamaq, bağlanma. 2 leksik şəhidsi bunda tərkibində var. 2, 3. Yəhər, yəhərləmə, şəhərlənmə. 2, 3, 4. Vidalaşdı. Vida sözün kökü, vidalaş, bir leksik. Görmək, görüşmək, bir leksik. Böyümək, böyütmək, bir leksik. Qarşı, qarşıla, qarşılandı. Deməli, 2, 3, 4, 8-ci sözlərdə 2 leksik şəhidsi var. 2 leksik şəhidsi olan feilləri müəyyən edin. Danladım sözün kökü danladı. Zaman şəhidsi, M şəxs sonluğunun şəhidsidir. Təmizlətdim. Təmiz sözün kökü, təmizləmək, təmizlətmək 2 leksik şəhidsi var. Təzələndi. Təzə sözün kökü, təzələmək, təzələmək 2 leksik şəhidsi var. 2, 3. Salamlamaq, salamlaşmaq 2 leksik şəhidsi var. 2, 3, 4. Yoxlamaq sözün kökü, yoxla sözün kökü, yoxla. Yoxlamaqdan 1 leksik şəhidsi var. 2, 3, 4. Baxıldı, 1 leksik şəhidsi var. Doğru cavab 2, 3, 4.
Oxudun sözün quruluşca sadə olduğunu nəzərə alaraq doğru fikirləri müəyyən. Demək, quruluşca sadədirsə, oxu sözün köküdür, d zaman şəhidsidir, n xəbərli şəhidsidir. Əgər düzəltmə olsaydı, sözün kökü oxu olacaqdı. Oxudan oxutmaq feili olacaqdı, yəni düzəltmə feildən feil yaradacaq. In də əmr şəklində olacaqdı. Feilin xəbər şəklində işlənir. Düzdür. Axı biz bunun sadə olduğunu nəzərə alırıq. Demək, sadə d zaman şəkilçisidir. Sözün də xəbər şəklində də d zaman şəkilçisi iştirak edir. Birinci sualı götürürük. İcbar növdədir. Oxudun. İcbar növdə deyil. Burada demək, icbar növünün şəkilçisi iştirak etmir. Biri götürürük. Vurğusu üçüncü heca. Əgər d zaman şəkilçisidirsə, d zaman şəkilçisidə vurğu zaman şəkilçisi üzərinə düşür. Üçüncü hecadadır. 1-3. Oxutmaq, oxuyucu, oxudulan sözləri ilə eyni köklüdür. Bu sadə sözdür. Sadə sözlə düzəltmə söz eyni köklü ola bilməz. Feilin əmr şəklində işlənir. Xeyr, feilin xəbər şəklində işlənir. Çünki burada zaman şəkilçisi var. Feildən düzələn feilləri müəyyən edin. Sözün kökü düz. Düz. Deməli, ın, dır, t şəkilçiləri feildən feil yaradan şəkilçilərdir. Düzmək feilindən düzülmək. Biri götürürük. Feildən düzələn feil. Sözün özü də feil olmalıdır. Düzmək feilindən düzülmək. Düzdür. Biri götürdük. Amma düzgün sözün kökü düz feilidir. Amma sözün özü feil deyil. Axı deyir, feildən düzələn feilləri müəyyən edir. Ona görə də düzgün sözünün kökü düz feili olsa da sözün özü sifətdir. Düzəlmək sözünün kökü isə düz sifətidir. Biz bunu başqa sözlərə, al, əl şəkilçisini başqa sözlərə artırsaq görərik ki, al, əl adlardan feil düzəldən şəkilçisidir. Məsələn, çoxalmaq, çoxalmaq sözün kökü çox sayıdır. Saydan feil yaradır. Burada isə düzəlmək düz sifətidir. Sifətdən feil yaradır. Düzlük, düzəlmək feildir, düzdürmü? Amma bunun kökü düz sifətidir. Düzlük, düzlük sözün kökü isə düz sifətidir, sifətdən isim yaradır. Deməli, biz burada 1-i götürürük, bir də 5-i götürürük. Düzdürmək, 1-5, düzdürmək. Düzmək feilindən düzdürmək feili yaranmışdır. Il, ın, ış, dır, t şəkilçiləri feildən feil düzəldən şey 1-5. Düzgünlük sözün düzgünlük də isimdir. Bizdən soruşur ki, feildən düzələn feil olsun. Düzgün sifətindən düzgünlük ismi yaranmışdır. Doğru cavab 1-5. 19-cu sualla baxsaq görərik ki, feildən feil düzəldə bilər. Biz feildən feil düzəldən şəkilləri hansılardır yadımıza salmalıyıq. Il, ın, ış, dır, t şəkilləri feildən feil düzəldən şəkilçidir. Sözün kökü nədir? Sıx sifəti, sıx sifətindən sıxlaşmaq, sıxlaşmaq feili yaranmışdır. Laş şəkilçisi başqa sözlərə artırsaq görərik ki, bu adlardan feil yaradan söz. Məsələn, duzlaşmaq. Duzlaşmaq sözün kökü isimdir. Duz ismindən duzlaşmaq feil. Burada sıxlaşmaq sözü də ad olduğuna görə, sıx sifət də ad olduğuna görə sıx sifətindən yaranmışdır. Feildən feil düzəldə bilər. Feildən düzəlsin, həm də sözün özü də feil olsun. Sıxıcı, sıx, necə sıx? Sıxıcı, sıxmaq feilindən burada sıxıcı, sıxıcı, nə sıxıcı, sıxıcı söz, necə söz, həm də sifət yaradır. Sıxıcı həm isim yaradır, həm də sifət yaradır. Amma sözün kökü feil olur. Bizdən feildən feil düzəldən şəkilçiləri soruşur. Burada dır şəkilçisi, feildən feil yaradan şəkilçisidir. 3-ü götürürük. Sıxışmaq, feildən feil yaradan şəkilçisidir. Bir də sıxılmaq. Sıxılmaq sözü də burada 3, 4, 6-cı sözlər feildən feil yaradan şəkilçilərdir. Aq şəkilçisi isə sıxaq, nəyi də burada qrammatik şəkilçisi olur. Deməli 3, 4, 6 doğru variantdır. Doğru fikirləri müəyyən edin. Soğanın acısından gözlərim yaşardı. Feil olmayan nitq hissələrindən düzələn feillərin işləndiyi cümlələr feildən yox, adlardan yaransın. Yaş necə? Yaş, yaşdan yaşarmaq. Nə etmək? Yaşarmaq. Feil olmayan nitq hissələrindən düzəlmişdir. Deməli, biri götürürük. Sevimli müəllimim qocalıb.
feil olmayan nitq hissələrindən düzələn feillərin qocalmaq sözünün kökü qoca sifətdir. Feil olmayan sözdən yaranmışdır. Yəni sifətdən feil yaradır. 1, 2. Qapının naxışları qızılı boya ilə rənglənmişdir. Rəngləmək sözündən rənglənmək. Deməli feildən yaranmışdır. 1-2-ni götürürük. Süfrə səliqə ilə sərilmişdir. İl feildən feil düzəldən şəkilçidir. Bunu da götürmürük. Bozaran çöllüklər geridə qalmışdır. Burada geridə qalmaq mürəkkəb feildir. Amma bozaran sözünün isə kökü boz sifətidir. Feil olmayan nitq hissəsindən yaranmışdır. Yəni sifətdən yaranmışdır. 1, 2, 5. 1, 2, 5-i götürürük. Bu məqalə görünür. Görməkdən görünmək feildən yaranmışdır. Yazmağı feildən yazılmaq. 1, 2, 5-ci sözləri götürürük. Cümlələrdəki feilləri götürürük. Doğru fikirləri müəyyən. Feildən düzələn feillərin işləndiyi cümlələr. Novruz bayramında küslü qonşularımız barışdılar. Barışdılar sözün kökü barışdır. Burada leksik şəhidçi yoxdur. Amma feildən düzələn feilləri biz ıl, ın, ış, dır, t şəhidçilərin köməyi ilə yaranan feilləri nəzərdən keçirəcəyik. Sabahki yarışda sinif yoldaşım və mən güləşəcəyik. Güləşmək sözün kökü güləş deyilir. Acaq, əcək zaman şəhidçidir. Iq xəbərlik şəhidçidir. Bu sadə sözdür. Yarışda sinif yoldaşı feildən düzələn feillərin işləndiyi cümlələr. Uşaqlar dalaşmadılar. Sözün kökü nədir? Dalamaq. Dalamaq feilindən dalaşma. 3-ü götürürük. Uşaqlar yükü birlikdə qaldırdılar. Qaldırmaq isə sadə sözdür. Deyilənə görə yenə də kənddə atışıblar. Iş şəhidçisi atmaq feilindən atışmaq feili yaranmışdır. 3-ü 5-i götürürük. Son səhv günü hamı mehribancasına qucaqlaşdı. Qucaqlamaq feilindən qucaqlaşma. 3, 5, 6. 3, 5, 6-cı fikirlər doğru variantdır. Sağ olun, növbəti dərslərdə görüşərik.